Onlar dövlət adına kifayət qədər ciddi səlahiyyət və məsuliyyət sahibi olmalıdır. Yəni biz Gürcüstandan gərək 2 baş addım üstün olaq ki, təkliflərimizdə. İnvestor Gürcüstanı yox, Azərbaycanı seçsin. Yəni qapısını döyür ki, nə var, nə yox. Nə qədər olar ki, getsin, iş qutarsın, getsin, çayxanada otursun, domino oynasın, nerede oynasın, axşam saat 6-da. Bu ölkənin də qaynayıb qarışmasına səbəb olacağı. Regionların inkişafı üçün, İngilislər buna bir crazy ideya deyirlər də, dəlisov ideyalar lazım. Yazıq səhərdən axşamacan işləyir. Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Yurttaşın növbəti buraxılışı ilə qarşınızdayıq. Bu gün də biz bölgələrimizdəki sosial-iqtisadi durumu müzakirə edəcəyik və studiyamızın qonağı hər birinizin tanıdığınız iqtisadçı ekspert Natiq Cəfərlidir. Natiq bəy, xoş gəlmisiniz. Xoş gördük, siz də izləyicilərə də salamlayıram. Çox sağ olun. Natiq bəy, ötən verilişlərdən və ümumiyyətlə baxanda izləyicilər daha çox şərh bölməsində qeyd edirlər icra hakimiyyətlərinin fəaliyyətinə bağlı. Ya fəaliyyəti, ya fəaliyyətsizliyi ilə bağlı məsələlər. Elə ona görə də təklif edirəm məhz bu mövzudan başlayaq müzakirəmizə. Ümumiyyətlə, son illər çox dəyişikliklər baş verdi. Demək olar ki, bir çox icra başçıları dəyişildi, keçmiş bəziləri icraat məsələsinə cəlb olundu. Lakin baxırsan ki, problemlərin klasifikasiyası elə o formada da qalıbdır. Ümumiyyətlə, keyfiyyət dəyişikliyi üçün nələr dəyişmək lazımdır? Əslində uzun illərdir ki, bu məsələ zaman-zaman gündəmə gəlir, müzakirə mövzusu olur. Amma təəssüf ki, hələ əməli addımlara səviyyəsinə, mərhələsinə daha doğrusu gəlib çatmamışıq. İndi belə bir şans var açığı, çünki bəzi belə də kulis söhbətlərinə görə konstitusiya dəyişiklikləri ilə bağlı hansısa işlər gedir. Çünki icra hakimiyyətləri ilə bağlı hansısa dəyişikliklər konstitusiyasız mümkün deyil. Çünki konstitusiyada icra hakimiyyətlərinin adı keçir və onların funksiyaları təsbit olunur. Onların funksiyaları ilə bağlı hansısa bir dəyişikliklər edilməsi üçün mütləq konstitusiya dəyişikliklərinə, yəni referenduma getmək lazımdır. Mənim düşüncəmə görə illərdir bu haqda da publik çıxışlarımızda biz deyirdik ki, Azərbaycan kimi kiçik ölkə üçün bu qədər inzibati ərazi vahidinə ehtiyac yoxdur. Yəni bu qədər rayona ehtiyac yoxdur. Hər rayonun da öz idarəetmə kadrosuna, necə deyərlər, ehtiyac yoxdur. Hər rayonun öz icra başçısı, prokuroru, polis rəisi, nə bilim, məhkəmə rəisi və s. və s. Yəni çoxdur, həddindən artıq belə bir məmur kastası yaranır. Prezidentin çox gözəl bir fərmanı olmuşdu bir neçə il bundan qabaq. Biz işğaldan torpaqlarımızı azad edəndən sonra 14 iqtisadi rayon yaradıldı. Şərqi Zəngəzur və Qarabağ da daxil, Naxçıvan da daxil. Bu faktiki olaraq yəni bizim də düşündüyümüz ölkənin inzibati ərazi vahidinin bir konturlarıdır. Yəni ən yaxşı olardı ki, əgər referendum olacaqsa, ilk növbədə müzakirə olunan məsələlərdən biri ölkənin inzibati ərazi vahidini bu iqtisadi rayonlar əsasında formalaşdırmaqdır. Yəni ölkədə olur 14 iqtisadi rayon, onlar çevrilir olur inzibati ərazi vahidi və prezidentin şəxsi nümayəndəliyi institutu, hansı ki özünü doğruldur, məsələn, Qarabağda və Şərqi Zəngəzurda, bütün ölkəyə yayılır o praktika və 14 inzibati ərazi vahidində prezidentin şəxsi nümayəndəliyi institutu yaradılır və prezidentin şəxsi nümayəndəliyi institutu dövlət adına həmin bölgələrdə fəaliyyətin həyata keçirilməsinə həm məsuliyyət, həm də səlahiyyət sahibi olur. İcra başçıları institutu olaraq, institusional olaraq tamamilə ləğv edilir. Çünki siz də girişdə çox doğru vurguladınız ki, səhv eləmirəmsə 8 icra başçısı həbs olunmuşdu, onlarla icra başçısının yeri dəyişdirilib, işdən çıxarılıb, amma problem yerindəcə qalır. Deməli, burada problem şəxslərdə deyil, institutun özündədir. Faktiki olaraq Sovetlər dağılandan sonra birinci katib adı dəyişdirildi, icra başçısı oldu və salam. Yəni institut yerindəcə qaldı. Bax, o institutun ləğvi və seçkili institutlara keçid, yəni bələdiyyə institutlarının gücləndirilməsi, yerli özünü idarəetmə institutlarının gücləndirilməsi, mer seçkiləri, böyük şəhər bələdiyyələrinin yaradılması, hansı ki Azərbaycan hətta Avropa Şurasına daxil olarkən belə bir öhdəlik də götürmüşdü. 2002-ci il idi, səhv eləmirəmsə. Bax, bütün bunlar idarəetmənin fəlsəfəsinin dəyişməsinə səbəb olacaq. Çünki biz də regionlara çox tez-tez səfərlər edirik. İnsanlar icra hakimiyyəti institutundan gözləntilərini ala bilmir, gözlədiyini ala bilmir. Bunun da səbəbi çox sadədir əslində. Çünki bunlar seçilmişlərlə əvəz olunsa, təyin olunmuşların yerinə seçilmişlər olsa, onların məsuliyyəti avtomatik olaraq artır. Avtomatik olaraq artır. Çünki bu gələn dəfə yenə seçilmək istəyir. Ona görə də bu seçilmişlər institutunun
məsuliyyətini artıraraq, səlahiyyətini artıraraq, bələdiyyələrin yerli özünü idarə etmə institutunun səlahiyyətlərini artıraraq insanların gözləntilərinə cavab verən, onlardan gələn impulslara adekvat münasibət göstərən institutun yaradılmasına ehtiyac var. Bu, həm də ona görə vacibdir ki, əslində indiki qanunvericilikdə də var, bələdiyyələrin kifayət qədər səlahiyyətləri var. Amma onların səlahiyyətləri digər icra strukturları tərəfindən məhdudlaşdırılır. Məsələn, icra hakimiyyətinin kəndlərdə, qəsəbələrdə nümayəndəlikləri var. Onların da səlahiyyəti çoxdur, bələdiyyənin mi səlahiyyəti çoxdur? Konstitusiyaya görə, qanunlara görə bələdiyyənin səlahiyyəti çox olmalıdır. Amma faktiki olaraq icra hakimiyyətinin nümayəndəlikləri seçilmişlərdən daha üstün mövqeyə malikdirlər ki, bu doğru deyil. Və nəticə etibarilə bu ona gətirir, çıxardır ki, təyin olunmuş, təyin edənin qarşısında məsuliyyət daşıyır. Amma seçdikləri seçicilərin qarşısında məsuliyyət daşımalı olacaq və buna məcbur qalacaq ən azından. Ona görə də inzibati ərazi vahidi bölgüsü dəyişdirilməlidir. Birinci olaraq, icra hakimiyyəti institusional olaraq ləğv edilməlidir. Prezidentin şəxsi nümayəndəlikləri dövlət adına çox yüksək səlahiyyətlər verilməlidir 14 bölgədə, inzibati ərazi vahidində. Onlar dövlət adına kifayət qədər ciddi səlahiyyət və məsuliyyət sahibi olmalıdırlar. Amma yerli problemlərin həlli, yerli özünü idarə etməyə keçməlidir. Bu, mərkəzi hökumətin də yükünü azaldacaq. Yəni, məsələn, biz bugün görürük də, regionlardan şikayət olanda mərkəzi hökumətə, ya Nazirlər Kabinetinə, ya Prezident Administrasiyasına adi yolla bağlı, kənd yolu ilə bağlı onlara şikayət yazılır. Və yaxud da kəndin su problemi ilə bağlı şikayət yazırlar. Bu doğru deyil əslində. Bu, mərkəzi hökuməti daha çox yüklənir. Yəni, bu yerli orqanlar bunu həll edə bilərsə, mərkəzi hökumətin başqa həll etməli problemi var da, necə deyərlər. Yəni, hansısa A kəndindən B kəndinə çəkilən yolu niyə Nazirlər Kabineti həll etməlidir ki? Bax, bələdiyyələrin səlahiyyəti artdıqca məsuliyyəti də artacaq və büdcəsi də artacaq. Və xatırladım ki, Azərbaycanın bütün bələdiyyələrinin ümumi büdcəsi keçən il 51 milyon manat idi. Cəmi. Bütün bələdiyyələrinin. Bir tək Rizə şəhərinin, Türkiyənin ən balaca şəhərli, kiçik şəhərlərindən, böyük şəhərlərindən biri də 80 milyon dollar. Təsəvvür edin fərqə. Yəni, bu nədir? Yəni, bələdiyyənin pulu olmalıdır ki, iş görsün. İnsanlar da bələdiyyəyə hətta bələdiyyədə qanunda nəzərdə tutulmuş vergisini vermək istəmirlər. Mən burada insanları qınamıram, çünki geri dönüşünü görmürlər də. Vergini niyə verirsən? Ona görə verirsən ki, onun geri dönüşünü görəsən. Məsələn, vergi verirəm, yolum düzəlir. Vergi verirəm, zibilimi təmizləyirlər vaxtında. Bunlar yoxdursa, insanlar da bələdiyyə vergisini vermək istəmirlər. Onlara səlahiyyət və məsuliyyət verməklə və maliyyə vəziyyətlərini yaxşılaşdırmaqla onları işlək mexanizm halına gətirmək lazımdır və bələdiyyələrin müəssisə açmaq, xarici investor dəvət eləmək və s. səlahiyyətləri olmalıdır. Necə ki, məsələn, İstanbul Bələdiyyəsi son 10 ili baxsaq, 18 milyard dollara yaxın xarici investisiya cəlb edib. Bir tək İstanbul Bələdiyyəsi. Hələ bunun başqa tərəflərini qoyaq bir qırağa. Yəni, sözümün canı odur ki, idarəetmə ilə bağlı, idarəetmənin fəlsəfəsi ilə bağlı problemlərin həlli üçün mütləq konstitusiya islahatları lazımdır və mən düşünürəm ki, hökumətin də bu yöndə fikirləri var. Çünki bilirsiniz, müəyyən məsələləri sınaqdan keçirmək lazım idi də. Bu, Prezidentin şəxsi nümayəndəliyi institutu o sınağın bir mərhələsi idi və o sınaqdan da uğurla keçdilər. Mən özüm dəfələrlə səfər eləmişəm, həm Qarabağa, həm Şərqi Zəngəzura. Orada Prezidentin səlahiyyətli nümayəndəliyinin gördüyü işlər kifayət qədər ciddi nəzərə çarpar. Amma orada da sual vermişəm, hələ də o sualın cavabı almaq olmur. Məsələn, həmin rayonların icra başçıları da var, bugün də var. Və onların səlahiyyəti nədir? Onların məsuliyyəti nədir? Prezidentin şəxsi nümayəndəsi verdiyi qərarı hansısa rayonun icra hakimiyyəti dəyişə bilərmi? Və yaxud da hansısa rayonun icra hakimiyyətinin verdiyi qərarı Prezidentin şəxsi nümayəndəsi dəyişə bilərmi? Yəni, bu suallar həddindən artıq çoxdur. Bu suallar niyə yaranır? Bu suallar məhz məsuliyyət və səlahiyyət bölgüsünün dəqiqliyi üçün vacibdir. Çünki səlahiyyət kimdədirsə, məsuliyyət də onda olmalıdır. Amma yaxşı, onda Prezidentin şəxsi nümayəndəliyi institutu kifayət qədər effektiv və səlahiyyətlidirsə, onda icra hakimiyyətləri niyə qalmalıdır? Ağdamda, Füzulidə, Şuşada, Zəngilanda, Qubadlıda, məsələn, bu rayonlarda niyə qalmalıdır? Onlar nə işlə məşğul olurlar o zaman? Yəni, bütün bu suallar açıqdır. Və bu sualların cavabı üçün də konstitusion islahatlar vacibdir və mən çox ümid edirəm ki, bu il bilirsiniz ki, həm də suverenlik və konstitusiya ilidir. İlin sonuna da bir neçə ay qalıb.
Ola bilər ki, ilin sonuna qədər belə bir elan olsun. Biz buna çox sevinərik və dəstəkləyərik. Siyasi təşkilat olaraq da dəstəkləyərik ki, ölkədə bir doğrudan da islahatların, yəni konstitusion islahatların təməli qoyulsun və buna acil ehtiyac yaranır. Mən sizi inandırım ki, həm aqrar sahədə, həm iqtisadiyyatda, həm sosial sahədə olan problemlərin bir çoxunun həlli yolu idarəetmənin fəlsəfəsinin və strukturunun dəyişməsindən keçir. Siz vurğuladınız, bölgələrə investisiyanın cəlb olunması, Türkiyə nümunəsini gətirdiniz. Ümumiyyətlə, dövlət başçısı da dəfələrlə hər icra başçısı qarşısına bir şərt qoyub, yəni belə deyək, tələb qoyub ki, bölgəyə investisiyanın cəlb olunmasını təşviq etsinlər. Bu sahədə biz daha çox mərkəzi orqanlar, aparatın nümayəndələrinin, yəni səylərini görürük biz. Baxdınız, bələdiyyələr, indi halbuki düzdür, onların o qədər səlahiyyəti yoxdur, icra orqanları. Bunların fəaliyyəti hansı istiqamətdə olmalı? Çünki əsasən onlar tanıyır həmin bölgəni, onlar oranın istifadə olunma imkanlarından xəbərdardır. Yəni bu istiqamətdə işi necə qurmalıyıq ki, biz daha çox investisiyalar edə bilək bölgələrə? Bu çox maraqlı və doğru sualdır, amma burada bir önəmli detal var da. İnvestor dünyanın hər yerində, istənilən millətdən, xalqdan, dövlətdən olan, ölkədən olan investor birinci növbədə öz marağını güdür. Bu normaldır. Yəni investor öz marağını güdməsə, o mecenatdır, o investor deyil artıq. Və investoru maraqlandıran 2-3 ciddi sual olur ki, onlara cavab axtarmağa çalışır ki, yaranmış problemləri necə həll eləyəcəyik yerlərdə? İkincisi, istehsaldırsa, istehsalın bazarı və istehsal etdiyi məhsulların daxili və xarici bazara çıxış imkanları, logistika, vergi, gömrük, bunlar necə həll olunur? Üçüncüsü, yaranmış mübahisələrin həllində məhkəmələr tez və effektiv qərar verir, yoxsa yox. Bir neçə belə suallar var ki, investorlar maraqlanır bunlarla. İcra hakimiyyətlərinin problemi odur ki, onlar təyin olunduğuna görə investor düşünür ki, bəlkə sabah bunu işdən çıxartdılar. Mən getdim A şəxsi ilə danışdım. B rayonunun icra başçısıyla. Danışdım, normal işlədik, yəni ay sıxışdı. Sabah bunu işdən çıxartdılar. Sabah bura başqası gəldi. Mən gedib təzədən onu ilə başqa cürə mi danışım? Yenidən mi anlaşım? Amma seçilmişlərin üstünlüyü odur ki, o adam keçən 5 il burada. 5 il filan rayonun bələdiyyə sədri filan kəsdi. O da gedir o 5 illik heç olmasa bir planını qurur, 5 illik investisiya layihəsini hazırlayır, gəlir o bələdiyyə ilə birgə işləyir. Yəni bu ilk baxışdan bəlkə də o qədər də vacib görünməsə də, amma sizi inandırım, investor nöqteyi nəzərindən çox vacib. Çünki bu danışıqların nəticəsini görmək istəyir də. Danışdığı adamdan sabah həbs oluna bilər, işdən çıxarıla bilər, başqa rayona göndərilə bilər. Amma seçilmişlər elə deyil axı. Seçilmişlərin 5 illik səlahiyyəti var. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi, bizdə bəzi məmurlarda, əsasən də orta səviyyəli məmurlarda da bu düşüncə tərzi bilmirəm hardan yaranıb. Onlar elə bilirlər ki, investor yalvarmalıdır. İnvestor belə təklif eləməlidir. İnvestor belə deyək də dəridən qabıqdan çıxmalıdır ki, gəlsin pul qoysun. Elə deyil. İnvestisiya ümumiyyətlə ürkək ceyran kimidir. Yəni onu ürkütdünsə qaçır gedir başqa ölkəyə. Ona görə də bizim məmurlar da, mərkəzi hökumət olsun, istəyir yerlərdə olan məmurlar olsun, onlar anlamalıdırlar ki, investorun nazı ilə oynamaq lazımdır. İnvestor onların nazı ilə oynamamalıdır. Çünki Azərbaycan açığın desək, investisiyalar üçün bazar olaraq cəlbedici deyil. Yəni 10 milyonluq da cəmi. Yəni mən məsələn hansısa bir investordur, tutalım hansısa bir istehsal sahəsi ilə məşğul olmaq istəyir. Məsələn, telefon istehsal eləmək istəyir. Bu 10 milyonluq bazar üçün bunu heç vaxt eləməz. Siz ona gərək bir perspektiv açasınız. Deyəsiniz ki, məsələn, siz buradan İran bazarına çıxa bilərsiniz, 85 milyondur. Rusiya bazarına çıxa bilərsiniz, 145 milyondur. Orta Asiya bazarına çıxa bilərsiniz, 70 milyondur. Körfəz ölkələrinə çıxa bilərsiniz, haradasa 80 milyona yaxındır. Yəni, bütün bunlar investorları daha çox cəlb edici edir. Bunun üçün nə lazımdır? Çünki bəzi başqa ölkələr daxı boş dayanmır da, səninlə rəqabət aparır. Məsələn, başqa ölkələrdə Gürcüstan olsun, dost qardaş ölkədir, dost müttəfiq ölkədir. Amma onlar investor üçün bizim rəqibdir. İnvestisiyalar üçün rəqibdir. Sən gərək onda Gürcüstanı öyrənəsən ki, Gürcüstanda vergi nə qədərdir? Gömrük rüsumu necədir? Onların təşviq proqramları necədir? Çünki onların bir tık bizdən üstündülər Anadolu türkləri demiş. Çünki okeana çıxışları var. Logistika daha rahatdır. Bizim okeana çıxışımız yoxdur deyə logistikamız bahadır. İstəyir xammal olsun, istəyir hazır məhsulun ixracı olsun. Yəni biz Gürcüstandan gərək iki baş
addım üstün olaq ki təkliflərimizdə. İnvestor Gürcüstanı yox, Azərbaycanı seçdi. Və buna görə də investisiya məsələsi doğrudan da qəliz məsələdir. Belə asan məsələ deyil. Biz hətta bazarı taybatay açsaq da, çox gözəl şərait yaratsaq da Azərbaycanda investorların cəlb etməsi üçün onları inandırmağa ehtiyac var. Onlar inanmalıdırlar ki, bunun perspektivi var. Dəfələrlə mən müxtəlif səviyyəli məmurlarla da görüşəndə bu məsələni qaldırmışam ki, biz onlara bugünü yox, sabahı satmalıyıq. Bugünü özləri bilir. Sən bugünü sata bilməyəcəksən onlara. Biz onlara sabahı sata bilsək ki, sən buradan 200 milyonluq, 300 milyonluq bazara çıxacaqsan və logistik imkanlar artır, orta koridor buradan keçir, Zəngəzur koridoru açılacaq, dəniz limanı fəaliyyət göstərir və s. və s. Bu perspektivlər açılır, şərq, qərb, cənub, şimal dəhlizləri işləyəcək. Bu perspektivləri sata bilsək, o zaman investor oturub düşünəcək ki, bəli, məsələn, böyük şirkətlər var, Amazon kimi, Alibaba kimi. Onlar regional mərkəzlər axtarırlar. Bu anlamda Azərbaycan çox unikal regional mərkəzə çevrilməsi üçün coğrafi şərtlərə malikdir. Çox unikal. Bax, bu regionlarımız da o cümlədən. Bu birinci məsələ. İkinci məsələ investorlar üçün. Bizdə çalışırlar ki, investorları yönləndirələr. Məsələn deyirəm də, çox sadə və aydın izah olsun deyirəm. Yəni, həqiqət payı yoxdur burada. Sadəcə misal olaraq. Məsələn, deyirlər investorlara get Gədəbəydə kartof ək. Çünki Gədəbəyin kartofu yaxşıdır. Sən onu deyə bilməzsən. Onu deyə bilməzsən, o özü qərar verməli. Yəni, sən desən ki, kartof ək deyəcək, mənə maraqlı deyil. Elə bir şərait yaranmalıdır ki, özü qərar versin ki, bu nə işlə məşğul olacaq. Dövlət sadəcə onun başını sığallanmalıdır və problemlərini həll etməlidir. Amma bizdə nə baş verir? Əsasən də yerli icra hakimiyyətləri hansısa bir biznes orada fəaliyyət göstərir, biraz uğur qazanırsa, gəlir qapısını döyür. Gəlir qapısını döyür ki, nə var, nə yox. Demirə kömək eləyim. Deyir, mənim ərazimdə işləyirsən də, necə işləmək fikrin var sənin bundan sonra? Nə qədər elə bizneslər bağlanıb, nə qədər elə restoranlar, kafelər, otellər bağlanıb rayonlarda. Yəni, icra hakimiyyəti olduğuna görə həm də belə rahat davrana bilir. Seçilmiş olsa, sabah cəmaət çıxıb onun özləri orada işləyənlər, məsələn 50 nəfər işləyirsə, gedib evinin qapısını sındıracaq, qapısını döyəcək. Biz nə edirsən? Bizim çörəyimizlə niyə oynayırsan? Sabah sənə səs verməyəcək, sabah səni seçməyə imkan verməyəcək. Bax, bu məsələlər idarəetmədə yaranmış o disbalans və problemlər investisiyalar üçün də problem yaradır və heç də təsadüfi deyil ki, bütün investisiya imkanları, fürsətləri Bakı və Abşerona cəmlənir. Bakı və Abşerondadır. Sonra da hamımız şikayət edirik ki, Bakı yaşanılmaz hala gəlib. Çünki investisiya imkanları, iqtisadi imkanlar burada nə qədər qəribə səslənsə də Bakı bölgələrə nisbətən daha azaddır. Yəni, Bakının rayonlarının icra hakimiyyətlərinin səlahiyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətləri qədər deyil. Çünki Bakıda mərkəzi hökumət orqanları da var da, birindən gedib o birisinə şikayət eləmək olur. Amma o birisi deyir ki, buranın ağası mənəm, mən buradayam. Mən buradayamsa mən qərar verirəm. Bax, bu mənəmlik yığışdırılmalıdır ki, investor gəlsin, inansın, pul qoysun. Bundan əlavə, başqa bir məsələ, problem də var. Regionlardan köç dayanmır. Bakı və Abşerona. Bunun obyektiv səbəbləri də var. Biz həmişə bunun subyektiv səbəblərindən çox danışmışıq da, yəni iqtisadi fürsətlər yoxdur, nə bilim, rayonlarda qazanc azdır və s. və s. Ona görə insanlar puldalıca Bakıya gəlir və bu normaldır da, yəni Bakı cəlb edicidir. Amma bunun obyektiv səbəbləri də var. Biz bu hökumət olaraq da, dövlət olaraq da, cəmiyyət olaraq da bu haqda düşünüb bir həll yolları tapmalıyıq ki, insanlar gənc nəsil, internet nəsli deyək, Z nəsli deyək, nə istəyirsiniz deyin, adını qoyun. Onlar kənddə yaşamaq istəmir. Sadəcə istəmir. Və bu dünyada gedən trenddir. Məsələn, bu yaxınlarda mən maraqlı bir məqalə oxudum, Financial Times-da idi, səhv eləmirəmsə. Siciliyada kəndlər var ki, simvolik olaraq 1 dollara satılır, 1 evroya satılır. Simvolikdir də o, yəni sadəcə bizdə şərtləri var ki, gəl oraya investisiya qoy. Çünki cəmaət yoxdur da, gedib. Yoxdur. Yəni bütün dünyada, İtaliyada, Amerikada, hər yerdə var bu problem. İndi bizim problemin həlli yollarını fikirləşərkən bu məsələni, yəni bu obyektiv reallığı da işin içinə qatmalıyıq. Yəni biz Gəncə
elə şeylər təklif eləməliyik ki, regionda qalmaq üçün. Elə böyük qazanc imkanları, fürsətləri olmalıdır ki, o Bakıya gəlməkdənsə orada qalıb yaşamağa və pul qazanmağa üstünlük təşkil. Yəni fikirləşsin ki, mən illə 100.000 qazanaram, Bakıya getsəm 10.000 qazanacaq. Bax, bu qədər fərq olmalıdır yəni arada. Mən ildə 2 dəfə gedərəm, Avropada gəzərəm, Türkiyədə dincələrəm. O zaman onun bir stimulu yaranacaq orada qalmağa. Bundan əlavə, regionların iqtisadi fürsətlərin dar olması ilə yanaşı mədəni, sosial infrastruktur da zəifdir. O da təsir eləyir insanların Bakıya köç etməyinə. Yəni gənclərlə mən çox görüşürəm, çox sevirəm onlarla danışmağı regionlara gedəndə. Hətta işi gücü olanlar da var ki, məsələn, yüksək maaş alırlar, bankda işləyir ya hansısa dövlət orqanlarında işləyir. 1500-2000 maaş alanlar var. Region üçün kifayət qədər yaxşı məbləğdir də. Amma onların da arzusu budur ki, Bakıya dəyişsinlər işlərini. Deyirsən, niyə? Deyir, qardaş, bax, 6-da iş bitir. Mən neyniyim? Teatr yox, kino yox, mədəni həyat yox, sosial həyat yox. Mən neyniyim? Nə qədər domino oynamaq olar çayxanada? Bu, ilk baxışdan bəlkə də gülməli gəlir, amma çox ciddi problemdir bu. Ciddi problem. Müasir insan öz mədəni həyatını haqqında da düşünür. Bakı belədir ki, heç bir pulu da yoxdursa, gənc gedir bulvara. Gedir bu başdan o başa gəzir, insanları görür, hava alır, özündən bir selfie çəkir, öz sosial şəbəkələrində yayır, özünü bir mədəni həyatın bir parçası kimi hiss edir. Rayonda neynəsin? Nə qədər olar ki, getsin, iş qutarsın, getsin çayxanada otursun, domino oynasın, nerede oynasın, akşam saat 6'da 8'e 10'a kadar otursun orada, sonra da geçsin televizora baksın, yatsın. Yəni bu həyat dəyişməlidir də, bu həyat tərzi dəyişməli. Rayonlar cəlbedici olmalıdır, regionlar. Diskusyon klublar olmalıdır, mədəni obyektlər olmalıdır, tiyatro olmalıdır, kino olmalıdır, opera olmalıdır, balet olmalıdır. Və ən vacib məsələlərdən biri, əgər biz Bakıya regionlardan köçün qarşısını almaq, yəni obyektiv yolla qarşını, zorla yox, qarşısını almağa çalışırıqsa, bizim bir neçə böyük şəhərimiz olmalı. Cəlbedici şəhərimiz olmalı. Məsələn, Azərbaycan 10 milyon əhalimiz var, bizim milyonluq şəhərimiz yoxdur Bakıdan başqa. Niyə olmalı? Mesela Gəncə niyə milyonluq şəhər olmasın ki? Və yaxud da Şəki niyə yarım milyon olmasın? Xankəndi niyə yarım milyon olmasın? Bax, bizim o cəlbedici heç olmasa yarım milyonluq, 1 milyonluq, 2-3 şəhərimiz olsa, bu zaman onlar artıq cazibə mərkəzinə çevriləcəklər. Yavaş-yavaş artıq onlar, bu obyektivdir, yenə təkrarım, Azərbaycanda hələ regionlardan şəhərlərə köç, urbanizasiya hələ heç normal başlamayıb. Nə baş verirsə bu xaotikdir. Normal başlasa ən azı düşünməliyik ki, yaxın 15-20 ildə milyon yarım, 2 milyon insan regionlardan köçəcək. Obyektiv olaraq köçəcək. Yaxşı olar ki, onlar kənddən o şəhərlər. Bəli, köçsün Gəncəyə, Şəkiyə, Mingəçevirə, Xankəndinə. Xankəndi vuruldum mən o şəhərə də, yəni çox gözəl. Niyə ora yarım milyonluq, yəni 600-700 minlik bir şəhər olmasın ki, bütün Qarabağının lokomotivinə çevrilsin, dartsın, aparsın da özünü. İndi bunun üçün də nə lazımdır? Bunun üçün iqtisadi fürsətlərin rayonlara paylaşması ilə yanaşı, mədəni və sosial həyatın yaxşılaşdırılması ilə paralel olaraq idarəetmənin özünün baxışı da dəyişməlidir. Məsələn, Bakının bu qədər yüklənməsinə səbəblərdən biri bütün dövlət hökumət orqanlarının Bakıda olması. Niyə? Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda olsun? Olsun Gəncədə, Gəncə olsun aqrar sənaye paytaxtı. Turizm Nazirliyi və turizm idarələri niyə Bakıda olsun? Olsun Şəkidə. Şəki olsun turizm mərkəzi, turizm baş kəndi, necə deyərlər, paytaxtı. Yəni, sənaye olsun Mingəçevirdə məsələn. Yəni, belə addımlar atmaq o qədər də çətin deyil axı. Məsələn, Konstitusiya məhkəməsi. Bakıda niyə oturmalıdır ki? O olsun Xankəndində, məsələn. Ya ali məhkəmə. Bu, ölkənin də qaynayıb qarışmasına səbəb olacaq. Bir yerdən o bir yerə gedəcəklər, biznes əlaqələr yaranacaq, mədəni əlaqələr, ailələr qurulacaq hətta. Yəni, bizdən regional ailələr nə qədər var? Cənubdan alır, şimaldan evlənir. Belə çox böyük əksəriyyəti də. Yəni, bu ölkənin qaynayıb qarışmasına da səbəb olacaq. Bir də universitetlər. Universitetlər çox vacib. Universitetlər şəhər qurucu institutlardır, yəni faktorlardır.
Məsələn, Xankəndindəki Qarabağ Universiteti fantastik bəyəndim, çox gözəldir. Doğrudan da əgər nəzərdə tutulmuş kimi onu 16 min tələbəyə çatdırmaq mümkün olsa, 30-cu ilə qədər. Mən sizi inandırım, elə müəllim tələbə heyəti 20 min olsa o universitetdə, Xankəndi avtomatik 200 minlik şəhər olacaq. Bir 10 dəfə o şəhər qurucu obyektlər yaranacaq. Kafesi, restoranı, oteli, yəni klubu, nə bilim nəyi, bax belə istehsal və yaxud da xidmət sahələri yaranacaq ətrafında, mütləq. İndi təsəvvür edin ki, orada bir yox, 5 belə universitet olsun. Niyə olmasın ki? Misal üçün, Bakıda artıq tədrisli başlayır deyə kirayə qiymətləri qalxır. Fantastik qalxır. Çünki gəlirlər tələbələri başlayır. Çünki kampus olmalıdır da. Mən biz dünyanı gəzmişik, görmüşük universitetlər, bir çox universitetlərdə olmuşuq. Tələbə həyatı kampusda olmalıdır. Yəni insanlar, o tələbələr qaynayıb qarışmalıdır. Bir yerdə mədəni tədbirlər eləməlidirlər, bir yerdə oxumalıdırlar. Yəni kampusuz universitet çox nadir hallarda görə bilərsiniz siz Qərbdə. Hətta Qərbi qoyaq bir arada, Çində. Yaxınlarda mən öyrəndim onu, təsadüfən oxudum bir neçə belə məlumat ki, fantastik tələbə şəhərcikləri yaranıb Çində. Sonra deyilir ki, niyə inkişaf eləyir Çin? Ona görə də inkişaf eləyir. Yəni, universitet ətrafında tələbə şəhərciyi, kampuslar və ətrafında şəhər. Yəni, şəhərlər belə artır orada. Yəni, bizdə də elə olmalıdır da. Bakı Dövlət Universiteti başa düşdüm. Fəxrimizdir, tariximizdir. O qalsın Bakıda. Bəli, o hətta bir açıq hava muzeyidir mənim üçün. Çünki Cumhuriyyətin yadigarıdır. Amma başqaları niyə olmalı ki Bakıda? Niyə? Yəni, bunun nə mənası var? Olsun regionlarda da. Bundan əlavə, bizim regionların inkişafı üçün, İngilislər buna bir crazy ideya deyirlər də, Dəlisov ideyalar lazımdır. Dəlisov. Məsələn, Disneyland. Cənubi Qafqazda yoxdur. Qafqazda yoxdur ümumiyyətlə. Niyə olmasın ki, Zəngilanda məsələn Disneyland olsun da bir dənə. Avropa Disneylandlər həmişə ölkənin kənar budağında olur. Bəli. Və orada daha çox olur. Təsəvvür eləyin ki, bax belə bir lisenziyalı Amerikan şirkətlərinin birbaşa iştirakı ilə, cəlbedici təkliflərlə, onlar ağıllıdırlar. Onlar bu təklifləri göydə tutacaqlar. Fikirləşəcək ki, İranlılar çox xoşlayır turist kimi gəzməyi. 85 milyondur. Böyründə Türkiyə 85 milyondur. Naxçıvandan ora gəlməyə nə var Zəngəzur açılandan sonra? Burada da Gürcüstan var, Ermənistan var. Bir də ki, çox gəzməyi sevən Rusiyada var. 145 milyon. Təsəvvür edin, Disneyland əsl standartlara uyğun Disneyland açılır. Məsələn, Cəbrayılda, nə bilim, Zəngilanda, yəni Araz boyu bir bölgədə. Təsəvvür edirsiniz o nə deməkdir? O 100 minlərlə iş yeri deməkdir, avtomatik olaraq. Yəni, bizim regionlara baxışımız dəyişməlidir. Yəni, regionlara baxış dəyişməsə, ümumiyyətlə, köhnə konseptual yanaşmalar, o kolxoz düşüncəsi ilə yanaşmalar qalsa, heç nə dəyişməyəcək təəssüf. Və burada belə bir turistlərin cəlb edəcəyi yerlər əsasən, misal üçün, Azərbaycanda təzə qərar qəbul olundu, kazinonun fəaliyyətə göstərilməsindən bağlı. O da yəni Bakı ətrafında olacaqdır. Misal üçün, belə bir kazino formatını hansısa bir bölgədə etsək, o da turistlərin cəlb olunmasına daha çox şərait yaradar. Las Vegasın tarixini yəqin bilirsiniz. Yəni, səhralıqda quru bir yer idi də. Sadəcə gizli qumarxanalar var idi Amerikada. Amerika hökuməti çağırdı bütün o qumarxana, o 5 ailə saxlayırdı. Onları çağırdılar, danışdılar ki, qardaş, bu sənə yer, bu da sənə infrastruktur. Yolu çəkirəm, işıq çəkirəm, su çəkirəm. Amma şəhəri siz tikəcəksiniz. Səhranın ortasında Las Vegas'dır, hansı ki 52 milyard dollar keçən il pul qazanıb bir şəhər. 52 milyard dollar. Azərbaycanın büdcəsindən 4 dəfədən də çox. Yəni, budur məsələ. Bizdə də Kürdəbəki ərazilər var, orada yaratmaq olar belə. Hər yerdə yaratmaq olar. Yəni, cəlbedici olmalı. Yəni, ona deyirəm də, o crazy ideyalar, o Dəlisov ideyalar lazımdır ki, bizdə regionlar inkişaf eləməlidir də, başqa yolu yoxdur bunun. Hətta Bakıdan regionlara köç dəb olmalıdır. Dəbə çevrilməlidir. Ki, cəmaat gedir, regionda yaşayır. Və bu uğur hekayələri olmalıdır. Televiziyalar bütün günü show biznesdən danışır da. Əksinə, belə uğur var, belə adamlar. Mən şəxsən tanıdığım adam, bir-iki nəfər də beləsi var. Bakıda bezib, gedib bir kiçik ferma qurub, gedib kiçik biznes qurub rayonlarda. Çox uğurlu da alınıb. Yəni, elə insanları təqdim eləmək lazımdır. Uğur hekayəsi, belə nümunə kimi. Ki, qardaş, gedin də, gəlir burada kirayədə qalır. 600-700 manat kirayəyə pul verir.
Yazıq səhərdən axşamacan işləyir belə bir 2 şey. mərtəbəli qoyub gəl burada Bəli. 30 kvadratlı. Bəli. Və səhərdən axşamacan işləyir, maaşının qazancının yarısını elə kirayəyə verir. Bir 200 manat, 150 manatı kommunal xidmətlərə verir. Birtəhər dolanır. Sənin mülkün var da. Məndə məsələn bizdə kənd təsərrüfatı məhsullarının istehsalına baxırsan, orada da ciddi problemlər var. Çox böyük problem var orada. İllər ərzində həm iri buynuzlu, həm Həm də xırda buynuzlu heyvanların sayı azalır. Kəskin azalır. Özə bu tendensiya dayanmadan gedir. Son 10 ili götürsək, 300 minə yaxın, 280 neçə min, 7 min idi səhv eləmirəmsə, bu iri buynuzlu malqarada azalma var. Xırda buynuzlu malqarada azalma 2 milyona çatır son 10 ili götürsək. Yəni qoyun və keçiləri götürsək. 2 milyona çatır az qala. Bu böyük bir rəqəmdir, böyük bir problem. Sonra da deyirik ət baha. Baha olacaq da. Təklif azaldıqca tələb yerində qalır, hətta artır, əhali artır, turistlər gəlir. Tələb artır, təklif də yerində qalır. Təklif artmır, əksinə azalır. Deməli qiymət də artacaq da. Yəni bax bütün bunlar kənd təsərrüfatı ilə məşğul olmağı, ümumiyyətlə fermerliklə məşğul olmağı belə şərəfli və cəlbedici peşəyə çevirmək lazımdır. Dünyada bu trend gedir. Dünyada bunun baş sındırırlar ki, neyniyək? Cəmaət işləmək istəmir, gənclər istəmir də çoban kimi qoyun otarsın məsələn. Amma onlar üçün də nə edirlər? Pikap altında pikap, dronla baxır, dronla idarə eləyir sürünü artıq. Bax bizə bu lazımdır. Məsələn gəncdir, zaten bu xoşu gəlir internet, dron, belə texnologiyalar. Sən onu öyrədirsən, artıq evində oturub öz sürüsünü dronla idarə eləyəcək. Avstraliyada belədir, Yeni Zelandiyada belədir. Bizdə niyə olmasın ki? Yəni bax bizdə belə deyək də yanaşmalar olmadıqca belə problemlər də təəssüf ki qalacaq. Bax problemlərdən biz danışmalıyıq təbii ki, amma mənim üçün ağrılı məsələlərdən biri odur ki, bizim ölkəmizdə biz problemlərdən nəticə olaraq danışırıq həmişə. Yəni daha çox danışırıq nəticədən. Onu yaradan səbəblər kənarda qalır. O aydın məsələdir ki, səbəblər həllini tapmasa, aradan qalxmasa, nəticə də dəyişməyəcək. Və biz də uzun illərdir elə nəticədən danışa duruq. Cəmaət şəhərdə Bakıya köçür, şəhərdə yaşanılmaz olur, tıxaclar var və s. və s. Bu nəticədir. Bunun yaradan səbəblər aradan qalxmasa, o nəticə 20 ildir danışaq, yenə elə olacaq. Bakı çönüb olacaq megapolis. Zaten olub. Sumqayıtla birləşib. Ayrıca deyil, Sputnik şəhəri deyil. Bakı, Abşeron, Sumqayıt hamısı birləşib 4 milyon yarım əhali burada yaşayır. Ölkə əhalisinin yarısı burada yaşayır az qala. Hara qədər? Bütün şəhərlərə baxırsan, bütün rayonlara baxırsan, hələ rəsmi rəqəmlərdə, bu rəsmi rəqəmlərdə orada qeydiyyatı olan adamlar da var. Amma halbuki faktiki olaraq Bakıda yaşayır. Hətta rəsmi rəqəmlərə görə belə azalırlar. Çünki oradan qeydiyyatdan çıxıb Bakıya qeydiyyata düşənlərin sayı artır. Və burada tikinti bumu var, həm də o da təsir edir ona. Çünki yenə də burada artıq Bakıda kim ki işlə təmin olunur, artıq növbəti mərhələdə ev almağı düşünür və get-gedə şəhər daha da genişlənir. Əlbəttə. Regionlarda məsələn biz dəfələrlə qaldırmışıq bu məsələni. Regionlarda ipoteka 1% olmalı, simvolik. 1%. Məsələn, Rusiya münasibət fərqlidir o ölkəyə, amma uzaq şərqi inkişaf elətdirmək istədi bir neçə il bundan qabaq. Birincisi, ora köçənlərə 1 hektar pulsuz torpaq verdi. Düzdür, indi olan torpaq çoxdur. Amma o başqalarının torpağında gözləri olsa da öz torpaqları da çoxdur. Həm də ipoteka orada 2%-dir. İlk 5 il ümumiyyətlə ödəmirsən. 20 ildə 2%-dir. Yəni biz regionlarda ipotekanı faizsiz də eləyə bilərik. Bizim imkanlar var ölkənin. İndi faizsiz olmasa, neçə olmasa indi əməliyyat xərclərini ödəmək üçün bankların marağı olsun ki, əməliyyatları aparsınlar. 1% banklara əməliyyat xərci qoy. 1% ilə ver, 2% ilə ver, yaxşı. Yəni bu olmalıdır. İpoteka 2% ilə olsa, cəmaət da fikirləşər ki, yaxşı da. O gedib bəlkə ev tikim də oradan da, bəlkə orada artıq kök salmağı düşünün. İşi gücü də olsa ardınca. Yenə təkrar edeyim, fermer o qədər çox qazanmalıdır ki, şəhərdə yaşayandan 5 dəfə, 6 dəfə, 10 dəfə çox qazanmalıdır. Ki onun marağı olsun. Bizim fermerlər də zülüm çəkir. Baxırsan ki, mal istehsal eləyir, sata bilmir. Bu günə qədər də çox gözəl bir slogan fikirləşilmişdi, düşünülmüşdü. Tarladan süfrəyə. Bu günə qədər yerinə yetirilmir.
Niyə? Çünki arada o qədər maraq qrupları var ki, o maraq qrupları o layihənin həyata keçirilməsinə manelik. Amma bunu düzəltmək 2x2-dir, çox çətin deyil. Bizdə böyük şəbəkələr var da, market şəbəkələri var, bir neçə çox böyük. Ölkənin demək olar ki, bütün ərazisini əhatə ediblər. Onlara vergi güzəşti təklif edirsən. Deyirsən ki, ƏDV sən 2% az verəcəksən, bir şərtlə. Yerli fermerlərdən birbaşa müqavilə ilə öz maşınınla mal alacaqsın. Nə var ki, bunu eləməyə? Orada fikirləşəcək ki, 2% mənim ildə məsələndə bir 20 milyon manat eləyir. Gör, nə qədər qənaət eləyirəm. 20 milyon manatı qənaət eləyərəm, elə gedib bizim fermerlərdən alaram da. Gedərəm pomidoru da, xiyarı, kələmi, almanı, armudu, qarpızı, nə oldu? Mən tez-tez qabağıma çıxır internetdə videolar, insanlar pomidoru tökürlər, qarpızı zəy olub, sata bilmir. Niyə? Bunlar çox sadədir əslində həll yolları. Qəliz deyil, yəni bu kosmosa uçmaq deyil ki, bizə bir 20 il lazım olsun ki, bunun mütəxəssisini hazırlayaq. Var da bu yollar dünyada keçib, sağlam məntiqdə bunu deyir, ağıl da bunu deyir. Yəni bir addımlar atırsan, bizdə problem odur ki, bizdə hökumət çalışır ki, insanları idarə eləsin. Əslində insanların maraqlarını idarə eləmək lazım. Yəni insanın marağını idarə elədin, özünü idarə elədin, neyini şey? Amma marağını idarə etmək daha rahatdır. Çünki insan burada iştirakçıya çevrilir. Və iştirakçı olmağa çalışır. Amma siz onun özünü idarə etmək üçün də o müqavimət göstərməyə çalışır. Və burada çox ciddi fəlsəfi fərq bundan ibarətdir. Azad seçim edir də. Əlbəttə iştirakçı olur. Yəni siz onun marağını idarə edirsiniz, görür ki, bunun da marağı var, o işin iştirakçısına çevrilir. Və sonra. Yəni, çox sadədir. Yəni düzdür, demək asandır, idarə eləmək çox çətindir. Mən bunu anlayıram. Amma hər bir halda həlli olmayan, həlli mümkün olmayan problem yoxdur. Və bizim də çox gözəl qızıl fürsətlər pəncərəsi açılıb da bizim üçün. İşğaldan azad edilmiş torpaqlarımız var. 20% biz torpaqlarımızı fantastik nəticə ilə işğaldan azad edilmiş. Şərqi Zəngəzur və Qarabağın çox gözəl kənd təsərrüfatı və turizm potensialı var. Siz turizmdən sual verdiniz də, turizm hekayə satıcılığından başlayır. Birinci sən hekayəni satırsan, sonra turizmi satırsan. Hekayən biz nə satırıq? Bax, dünyaya hansı hekayəni satırıq? Gürcü deyir ki, məsələn, Gürcüstanda turizm şirkətləri reklamlar paylaşırlar. Belə bir mif var da, yəqin eşitmişsiniz, Kalkida. Yəni, qızıl dəri haqqında əfsanə. Qədim Yunan mifologiyasıdır. Mən çox sevirəm qədim Yunan mifologiyasını. Çünki fəlsəfənin təməli oradan gəlir. Mifdir də, hamımız bilirik, əfsanədir. Amma bu Gürcülər deyir ki, bax bu kənddədir. Kalkidada biz tapmışıq o kəndi. Bax o kənddə olub o qızıl dəri. Orada bir gözəl muzey düzəldiblər, mağaranı tapıblar, qəşəng təmir ediblər, qoyublar da 300 min, 400 min hər il ora turist gəlir. O əfsanəyə baxmağa. Fakt, budur da hekayəni belə satırsan. Ya da deyirlər ki, məsələn 10 min il bundan qabaq, səhv eləmirəmsə, Saqareco bölgəsidir, ya harısı bölgədir. 10 min il bundan qabaq ilk şərabı burada düzəldiblər. Daşdan ovulmuş belə bir oyuqdur, böyük. Deyirlər, burada düzəldiblər. Bunun hekayəsini qurublar, nə bilim, gözəl gidlər, təqdimatlar. Cəmaət gedir, baxır və inanır buna. Ama kim sübut eləyə bilər ki, ilk şərab orada istehsal? Heç kim. Sadəcə bunun hekayəsini düzəldirsən, satırsan. Biz nə satırıq? Bax, biz turistə nə deyirik? Ən yaxşı halda Qobustan, ən yaxşı halda Atəşkəs. Heç bunu da düzəməlisən. Bir də lülə kebab. Lülə kebabla da turizm olmur da. Düzdür, bizim mətbəximiz superdir, yeməklər çox gözəldir, mən buna etiraz eləmirəm, amma bu yetərli deyil. Atəşgahı biz sata bilsək, Hindistanda oranı müqəddəs sayan milyonlarla insan var. Milyonlarla. O milyonların bir neçə yüzü mən görmüşəm Atəşgahda. Bəli. İndi siz o da dildən dilə eşidib gələnlərdir. Siz bunun hekayəsini doğru düzgün qurub sata bilsəz, bir tək Hindistandan 1 milyon zəvvar qəbul eləmək olar. 1 milyon. Bəs eləyir də o. Yəni, bax, belə hekayə, turizmdə regionlara baxaq da, regionlarda 5 ulduzlu otellər üstünlük təşkil edir də. Bitib o dövr. O dövr bitib, artıq o 5 ulduzlu otel axtaran turist profili yoxdur dünyada. Bəlkə də ərəb ölkələrində qalıb, amma başqa ölkələrdə yoxdur. Turist görmək istəyir, gəzmək istəyir, yaddaşında saxlamaq istəyir. Gəlib otelin
nə bilim 5 ulduzlu oteldə vanna qəbul etmək istəmir, evində var o vanna. Biz amma home hotel konsepsiyasına keçə bilməmişik regionlarda. Bunun üçün çox sadə yolu var yenə. Kimin evi müsaitdirsə, işləmək istəyirsə, dövlət pulsuz, daha doğrusu faizsiz də kredit verir. 10 min, 15 min kredit verir, faizsiz. Get buranı düzəlt. Hətta özü də düzəldir, verir. Deyir, yaxşı, pul da vermirəm, gəl səni düzəldim buranı. Düzəldim, ildə mənə nə bilim, 500 manat pul verərsən, 20 ilə verərsən. Gürcülər elə elədilər. Məsələn, bir tək Tiflisdə 775 hostel və home hotel konsepsiyalı otel var. Yəni 5-6 nömrəsi, 4 nömrəsi, 3 nömrəsi olan otellər var. Bizdə varmı? Yox. Bax, Gürcülərə Avropa İttifaqının bir proqramı var idi. O vasitəsilə. Bəli. Bizə də təklif olmuşdu. Özlərində də pul yoxdur deyən. Bizə də təklif olmuşdu o. Bizdə də gəldilər, maraqlandılar. Bizimkilər dedilər ki, biz özümüz eləyəcəyik. Eyvallah, eləyin. Problem deyil. Tək olsun. Şəkidə eləmək olar bunu, Qaxda eləmək olar bunu, Qəbələdə eləmək olar bunu, Qubada, Qusarda eləmək olar, Lənkəranda, Astarada eləmək olar. İndi təzə işğaldan azad olunmuş bölgələrimizdə eləmək olar. Biz tarixi abidələrimizi belə sata bilmirik. Gədəbəydəki o tarixi körpü var da. Kim bilir o körpü haqqında məlumat? Heç kim. Heç kim bilmir. Dünyada çox abidələr var. Alban abidələri var. Kim bilir bunu? Bir də yaxşı yadıma saldınız. Bir də o komplekslərdən azad olmaq lazımdır da. Bu Xristianlıq abidələrini normal təqdim edir. Dünyanın hər yerində var da. Xristian da yaşayıb Azərbaycanın indiki torpağında, müsəlman da yaşayıb, Yahudi də yaşayıb, atəşpərəst də yaşayıb. Burada kompleksə girməyə lazımdır ki, bu hansıdır, qədimdir, kimindir. Azərbaycanındır. Bitdi. Bu anlamda mənim qardaş Türkiyənin yanaşmasını çox bəyənirəm. Məsələn, onlara Yunanlar deyəndə ki, filan şey bizimdir. Deyir, hə, düzdür, sizindir, bu bacarmadınız, indi bizimdir. Gəlin muzey kimi. Ziyarət edin. Ziyarət edin. Nə problem var ki burada? Düzdür də, tarixdir də bu. Yəni bizimdir, bizim ərazimizdir. Azərbaycanın dövlətinindir artıq. Bu bizim xalqımızın ərazisidir. Bizim ərazimizdə Xristian da yaşayıb, Yahudi də yaşayıb, atəşpərəst də yaşayıb, erməni də yaşayıb, gürcü də yaşayıb. Nə fərqi var ki bunun? Bunu niyə kompleksə girməliyik ki burada? Əksinə böyüklüyümüzü göstərməliyik burada. Bəli, bizim ərazimizdə yaşayır. İndi də bu bizim gözəl dövlətimiz var. Gəlin ziyarət edin. Yəni bu anlamda turizmlə bağlı məsələdə hekayə quruculuğu çox zəifdir. Çox zəifdir. Biz hekayəmizi, biz Xəzəri sata bilmirik. Məsələn, Xəzərdə öz əhalimiz belə gəlib çinməkdə 10 dənə sual beynində olur. Təmizdir, təmiz deyil, mikrob var, yoxdur. Hələ öz əhalimiz. Siz xaricə bunu necə satacaqsınız? Halbuki çox gözəl imkanlar, məsələn, Astarada, Lənkəranda, Xəzərin sahilində qumluqlar var, gözəl yerlər var. Siz orada Antalya yaratmaq olar da. Antalya belə baxanda təzə Antalya olub da bir Özal dövründən sonra, Turgut Özal dövründən. Ondan qabaq kənd idi də, balıqçı kəndi idi. İndi 4 milyonluq şəhər, 11 milyonda turist qəbul edir hər il. 11 milyon. Nədən başlanır? 50 il bundan qabaq başladılar. Sıfırdan. Biz niyə başlamayaq? Yəni ona görə də bax burada yenə gəlir, dirənir o təşəbbüskarlıq, idarəetmə fəlsəfəsinə təşəbbüskar. Biznesin önü tamamilə açılmalıdır. Yəni biznes çox rahat olmalı. Bütün dövlət orqanları biznesmenin nazı ilə oynamalıdır. İş adamının nazı ilə oynamalıdır. Əksinə yox. Bizdə iş adamı gedir dövlət orqanlarının nazı ilə oynayır ki, sən Allah buna icazə ver, imkan ver bunu eləyək. Belə olmaz. Və indi uzun illər Naxçıvan ərazisidə belə deyək, qapalı olubdur Azərbaycan get-gəliş üçün. Artıq Zəngəzur dəhlizinin açılması da orada həm turizm inkişafına, həm də ki, o dediyiniz kimi tarixi abidələrin təqdimine daha çox işarət edə bilər. Belə, Natiq bəy, biz düşünürəm demək olar ki, bütün sahələrdən danışdıq. Təşəkkür edirəm bir daha dəvət. Və ümid edirik ki, kəsəniz müəyyən təşəbbüslər həyata keçər və artıq İnşallah. Onların müzakirəsini edib növbəti etapda danışarıq. Məmnuniyyət. Çox sağ olun. Sağ olun əziz izləyicilərimiz. Yenə də sizin şərhlərinizi gözləyirik. Qeyd edə bilərsiniz izlədiyiniz videonun altında. Biz bütün sosial şəbəkələrdə sizinləyik. Çox sağ olun, minnətdarım.